Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedir. Gecə yarısı kimisə yolda yaşayan növbətçinin köşkünə tərəf tələsirdi. Yediqey o saat başa düşdü ki, bu gələn arvadıdır və bu gəliş elə belə gəliş deyil. Onun belə gəlməyinə nəsə vacib bir səbəb var. Doğrudan da güman etdiyi kimi çıxdı, lakin o iş üstündə olduğundan heç nə eləyə bilmədi. Sonuncu vaqonda keçəndən və o bələdçiyə hər şeyin qaydasında olduğunu işarə verəndən sonra arvadına tərəf döndü və dedi: "Xeyri ola." Arvadı həyəcanlı bir şəkildə dodağının altından nəsə pıçıldadı. Nə olub? Qazanqap ölüb. Nə vaxt? Elə indi baş çəkməyə getmişdim. Dedim görüm necədir? Nəsə ehtiyacı varmı? İçəri girdim, gördüm işığı yanır, yerində uzanıb, amma saqqalı belə bitər, dik durub. Yanına yaxınlaşdım ki, qazı əkə, bəlkə sizə isti çay gətirim. Gördüm ki, səsi tutuldu, qəhər onu boğdu, ağlamağa başladı. Gör necə insan idi, axırı necə oldu? Yanında gözünü qapamağa bir adam belə olmadı. Hönkürdü, ağladı. Elə belə də kimsəsiz öldü. Cəbhədən qayıdandan bəri Boranlı Yediqey raziyesində xidmət edirdi. İndi nə eləyəcək deyə arvadı sükutu pozdu. Yediqey ona baxıb acı-acı qımışdı və dedi: "Nə eləyəcək? Ölü düşəndə nə eləyirlər? Dəfn eləyəcək." O qəti qərara gəlmiş adam kimi ayağa qalxdı və dedi: "İndi sən geri qayıt, amma mənə qulaq as. Get Osmanı oyat, baxma ki, raziyesinin rəisidir. Ölüm qabağında hamı bərabərdir. Ona de ki, Qazanqap ölüb. Kişi 44 il burada can sürüdüb. Bəs uşaqları, axı əvvəlcə uşaqlara xəbər vermək lazımdır. Ataları ölüb." Yediqey başını yellədi və dedi: "Bilirəm, uşaqlarsız olmaz, amma ixtiyar məndə olsaydı, mən heç yaxına da buraxmazdım. Görəsən oğlu şəhərdən özünü çatdıracaqmı? İstəsə çatdırar. Mən sırağa gün stansiyada olanda özüm telegram vurmuşam. Demişəm ki, atan ölüm ayağındadır. Daha bundan artıq nə deməliydim? Sən gəlməyinə gələcək, amma bir qonaq kimi kənarda duracaq. Sən ləngimə, çıx get, amma necə demişəm, elə. Kubala yol aldı. O yolda tərəddüdlə ayaq saxladı. Sonra təzədən yola düzəlmək istəyəndə Yediqey onu səslədi və dedi: "Əvvəlcə növbətçi Şahmərdanın yanına get. De ki, yerimə adam göndərsin, sonra artıqlaması ilə işləyərəm. Kişinin cənazəsi qalıb evdə, yanında da bir Allah bəndəsi yoxdur. Belə iş olmaz, elə belə də de." Sonra Yediqey teleqraf dirəyinə söykənib fikrə getdi. Dəmir yolundan xeyli uzaqda otlayan dəvələrin qaraltısını seçə bildi. Onun dəvəsi sarı özəkdə yüyrəkliyi zoru ilə at çıxarmışdı. Özü kimi Boranlı Qaranər adı ilə tanınırdı. Deyilənlərə görə Nayman ananın öz manqurt oğlunu axtardığı bu yerlərdən xeyli bir yol keçəndən sonra Anabeytə bir şey qalmamışdı. Yediqey gah saatına, gah da günəşə baxıb fikirləşirdi. O fikirləşirdi ki, hələlik hər şey qaydasında gedir. Dəfnindən sonra onlar evə qayıdıb, ehsanda iştirak edib, hamı ilə birlikdə Qazanqapı yad edə biləcəkdilər. Yediqey öz dəvəsi ilə qabaqda, onun arxasıca yedəkli traktor, ondan sonra da Belarus ekskavatoru çıxdılar Anabeyt düzünə. Elə bu zamanda gözləmədikləri bir şeylə tikanlı məftildən çəkilmiş çəpərlə rastlaşdılar. Anabeytə buradan yol yox idi. Hamı bu çəpərin qarşısında çaşbaş qalmışdı. Sükutu birinci cayda Qədilbəy pozdu. Nə var Yediqey? Bu əvvəllər burada yox idi. Heç izi tozu da yox idi. Birinci dəfədir görürəm. Onda yəqin ki, sahəni xüsusi məqsədlə çəpərə alıblar. Bəlkə kosmodrom üçündür. Belə görünür. Kimin ağlına nə gəlir, onu da eləyir. Lənət şeytana deyə Yediqey deyindi. Sonra yenə susdular. Cayda Qədilbəy isə fikirləşib çıxış yolu axtarırdı. O təkrardan dedi: "Bəs indi Anabeytə buradan başqa yol yoxdur ki?" Yediqey dedi: "Niyə yoxdur? Olsun gərək. Buradansa 5 kilometrlik də yol var." Sonra onlar təzədən yola düzəldilər. Şlaqbaumun üstünə çıxdılar. Bu zaman elə gözətçi postundan bir əsgər çıxdı, cavan bir əsgər çıxdı. Onun çiynindən üzü aşağı avtomat sallanmışdı. O gəlib hələ də uşaqlıq yağan açıq mavi gözləri ilə Yediqeyə baxıb soruşdu ki, kimsiz, hara gedirsiniz? Yediqey onun uşaq ciddiyyətinə baxıb gülümsündü və dedi: "Biz buralıyıq saldat. Ölü aparırıq. Qocalarımızdan biri rəhmətə gedib, bizim buradakı qəbirstanlıqda dəfn eləmək istəyirik. Buraxılış vərəqəsi yoxdursa olmaz. Bura qorunan sahədir. Bunu başa düşürəm, amma biz qəbirstanlığa gedirik, lap da yaxındadır. Basdırıb geri qayıdarıq."
olmaz, mənim ixtiyarım yoxdur deyə əsgər məsələnin nə yerdə olduğunu başa saldı. Elə bu zaman Sabitcan yersiz olaraq işgüzar bir görkəmlə özünü irəli atdı və dedi: Nə olub? Mən Vilayət Həmkarlar Şurasındanam. Niyə durmuşuq? Ona görə ki, olmaz. Axı ağzımda deyirəm ki, yoldaş gözətçim, mən Həmkarlar Şurasından gəlmişəm. Hardan gəldiyinizi mənə qətiyyən dəxli yoxdur. Necə yəni yoxdur deyə Sabitcan çaşıb qaldı. Yoxdur, bura qorunan sahədir və salam. Sabitcan Sabitcan daha nə söz ola bilər ki, deyib özündən çıxdı və dedi: Elə mən bilirdim ki, bu işin axırı puçdur, deyə Yediqeyə tənə vurdu. Ana beyt, gərək ana beyt ola, al bu da sənin üçün ana beyt. Sonra o hisslə tüpürüb uzaqlaşdı. Yediqey dedi: Bağışla oğlum. Sonra o əsgərə üzünü əsgərə bir ata kimi tutdu və dedi: Səni başa düşürəm, xidmət başındasan, amma biz bu mərhumu necə eləyək? Axı kötük deyil ki, atıb çıxıb gedək. Sonra indi də Sabitcan Zadaq Ədilbəyə yaxınlaşdı. Dedi: Mən bilirdim axırının belə olacağını. Mən sizə dedim ki, bu qədər yol basmağın mənası yoxdur. Bu mövhumatdır, gerilikdir. Özünü də bizdə işə saldı. Önünü harda quyularsan quyula da. Nə fərqi var ki? Gərək ana beyt ola, ölsə də, partlasa da. Sən də qoşuldun ona. Sənsiz dəfn eləyərik, çıx get. İndi elə görüm necə eləyəcəklər. Zadaq Ədilbəy cavab verməyib uzaqlaşdı. O şlagbama yaxınlaşdı. Dedi ki, bağışla oğlum, mən də xidmət başında olmuşam, bəzi qayda qanunlardan xəbərim var. De görüm, burada telefon varmı? Əlbəttə var. Onda sən get, keşik rəisinə zəng vur, de ki, yerli əhali gəlib, Anabeyt qəbirstanlığına getmək üçün icazə istəyirlər. Yediqey qapı açıq olduğundan hər şeyi eşidirdi. Əsgər yoldaş leytenant deyə həyəcanlı bir səslə danışırdı. Nəhayət o məlumat verdi ki, yerli əhali gəlib. Leytenant desə ki, bura və salam, iş düzəldi. Halal olsun Zadaq Ədilbəyə. Amma söhbət get-gedə uzanırdı. İndi isə əsgər sadəcə suallara cavab verirdi. Neçə nəfər? 6 nəfər. Mərhumla birlikdə 7 nəfər. Bir qoca rəhmətə gedib. İndi məndə məndə deyim. Olmaz, yaxşı baş üstə. Zadaq Ədilbəy içəridən qanıqara çıxdı. Amma o dedi ki, leytenant özü gəlib, öz sözünü deyəcək. Artıq saat 3 idi. Yollar çox uzaq olmasa da hələ də Anabeytə çatmamışdılar. O tərəfdən bir maşın görsəndi. Yediqey gəlir deyə sevindim. Əsgər də bu maşını gözləyirdi. Leytenant gəldi və şlagbamın o tərəfinə dayananlara üzünü tutub dedi: Kimdir burada kənar adam? Gözləyən kimdir? Sonra o Yediqeyə müraciət etdi ki, sizsiz. Yediqey öz dillərində ona dedi ki, bizik oğlum, bizə Anabeyt qəbirstanlığına getmək üçün kömək elə. O ordenlərini cavan zabitə göstərməyə çalışdı. Amma bu, leytenant Tansikbayeva heç bir təsir göstərmədi. Mən vəzifə başındayam, mənimlə rus dilində danışın deyə xəbərdarlıq etdi. Yediqey onun üzünə baxıb gördü ki, bundan bir iş çıxmayacaq. O sadəcə şlagbamın o tərəfində dayanıb ki, kənar adamların şikayətinə qulaq assın, formal olaraq. O pərt olmuş şəkildə qəzəblə tədricən artıq qəzəbləndiyini hiss eləyirdi, amma o iradəsini toplamağa, təmkin olmağa çalışırdı. Nə qədər ki, mərhumu dəfn eləməyiblər, onun özündən çıxmağa haqqı yox idi. Bayaqdan ətrafda sakitcə gəzinən Sabitcan indi yenə özünü göstərməkdən ötürü onlara tərəf gəldi və dedi: Nə oldu? Ağzınızdan vurub geri qaytardılar. Elə belə də olmalı idi. İndi döyülmüş et kimi geri qaytarsınız. Yaman hazırlaşmışdınız Anabeyt. Bu da sizin üçün Anabeyt. Kimdir döyülmüş it deyə kürəkdən özündən çıxdı və ona cumdu. Burada bir it varsa, o da sənsən Əclaf. Sənin orada durandan nə fərqin var? Elə quru cöpün var. Mən dövlət adamıyam, sən isə heç adam deyilsən. Daha sonra Sabitcan ağa kimi ucadan əmrlər verməyə başladı. Nə durmusunuz? Traktörləri işə salın. Necə gəlmişik, elə də cəhənnəm olub çıxıb gedək. Bəsdir gic yerində qaldım. Cəmaatın ağzına baxanda belə olur. Təşəkkür ederim.